Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bugün Bakıda marşrut avtobusunda sərnişin ölüb. Məlumata görə hadisə səhər saatlarında qeydə alınıb. Binəqədi rayonu 9-cu mikrorayon ərazisindən keçən avtobus sərnişin olan 60-65 yaşlı kişi özünü pis hiss edib və oturduğu yerdə qəfildən keçinib. Əraziyə təcili yardım briqadası və prokurorluq əməkdaşları cəlb edilib. Daha bir itkin şəhidin nəşinin qalıqları tapılıb. Xəbər verilir ki, indiyədək itkin kimi qeydiyyatda olan Kərim Şahin Heydəroğlu'nun nəşinin qalıqları müəyyən edilib. Məlumata görə vida mərasimi 19 fevral tarixində Mingəçevir şəhərində şəhidin ata ocağında keçiriləcək. Daha sonra Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunacaq. Qeyd edək ki, Şahin Kərimov 16 dekabr 1973-cü ildə Mingəçevir şəhərində anadan olub. O, Qarabağ döyüşlərində iştirak edərək vətənin müdafiəsində xidmət göstərib. 4 aprel 1993-cü ildə ağır döyüşlər zamanı itkin düşüb.